Mədəniyyət nə zaman məna yaratmaq gücünü itirir? Biz hər şeyin informasiya çevrilməsinə icazə verilən çağda yaşayırıq. Bir şeyi informasiyaya çevirmək nə deməkdir? Onu aşkara çıxarmaq, görünən etmək. Bu prinsip məhrəmlik duyğusunu yox edir. Məhrəmlik duyğusunu itirənlər üçün dəyər deyə bir ölçü qalmır. Bugün dəyərlərin çeynəndiyi mühit əsasən sosial şəbəkələrdir. Sosial şəbəkələr aşkara çıxarmaqla qalmır. Üstəgəl aşkara çıxarılanların bazarını da yaradır. Yəni biz aşkara çıxarıb informasiyalaşdırdığımız hər şeyi sata bilərik. Biz hər şeyi informasiyaya çevirib görünən etmək və yaymaqla onu sata biləcəyimizi düşünürük. Kimi öz varlığının məhrəmini informasiyaya çevirib satır, kimi öz kültürünün, öz evinin, öz ölkəsinin məhrəmini. Hər şeyi satmaq üçün aşkara çıxarmaq hər şeyin çılpaqlaşmasına yol açır. İnformasiya çılpaqlaşdırılmış bilgidir. Bizim fərdi azadlıq dediyimiz və nümayiş etdirdiyimiz şey əslində çılpaqlaşmadır. Əsl azadlıq bu çılpaqlaşmanın özü yox, qurbanıdır. Çılpaq olanın heç bir mənəvi, məhrəm dəyəri yoxdur. Çılpaqlaşmaq üçün özəl və məhrəm olan hər şeyi fəda etməliyik. Bu, mədəniyyətə tamamilə zidd bir fədakarlıqdır. Mədəniyyətin gözəllik anlayışı praktik deyil, estetik məzmunludur. Gözəllik 10-dur, 9-u dondur. Atalar sözümüzdə deyildiyi kimi, mədəniyyət gözəlliyin azadlığını 9 qatılı donun içində görür. Donundan çıxan mədəniyyətdən çıxmış hesab olunur. Mədəniyyət çılpaqlaşdıqda məna və dəyər yaratmaq gücünü itirir. Milli mədəniyyətlər öz dəyərlərini soyunaraq məhv olur. Sosial şəbəkələrdə özəl və milli olanın sözü keçmir. Azadlığın hər şeyin çılpaqlaşdırılması kimi başa düşülməsi azadlığı istismar olunan hala salır. Biz hər şeyimizi könüllü çılpaqlaşdırmaqla azadlığımızı istismar üçün təklif edirik. Orta əsrlərdə köləlik istismar olunurdu. Bugün azadlıq istismar olunur. Sosial şəbəkədə paylaşılan gözəllik mədəni dəyəri olmayan, istismara təqdim olunan gözəllikdir. Məzmunca çirkin olandır. Sosial şəbəkələrdə münasibətlər gerçəkliyin özü ilə deyil, onun imitasiyası, illüziyası ilə kifayətlənmək üzərində qurulur. Münasibətlərin çılpaqlığı və kütləviliyi cəmiyyəti çimərlikləşdirir. Çimərlikdə çılpaqlıq kütləvi olduğu üçün özəlliyini itirir. Çünki çimərlikdə hər kəs könüllü olaraq özünü aşkara çıxarıb informasiyalaşdırır. Mədəniyyətin çimərlikləşməsi onu milli geyimdən məhrum edir. Geyim altında gizlətdiyinin özünə verdiyi dəyərdir. İnformasiya bolluğu bizi yaradıcılıqdan məhrum edir. Yaradıcılıq maraqlanma hissindən güc alır. Çimərlikdə belə bir hiss olmur. Biz çimərlikdə ölülər aləmindəyik. Sosial şəbəkələrdə də həmçinin. Çünki bu şəbəkələrdə informasiya mənaya qarşı silah kimi istifadə olunur. Bugün mədəniyyət qlobal ölçüdə bir məna qəbrəstanlığıdır.